Onu istənə, hə. Bir hədli, ədəd, dəyişənlər, ədəd dəyişənlər onların əsas qüvvətinə ibarətini ifadə edirlər, nə? Bir hədli. Bu iki bir hədlidir. Bəli. Bəli. Əmsalda birdir. Hə? Əmsalda birdir. Əmsal 200-dür. Hə, 200-dür. 200 bir hədlidir, düzdür? 200 bir hədlidir. Bunun dərəcəsi bir nədir? 0'dır. Sanki bunun yanında bu var. 2 vurulsun, x üstü 0 var. Düzdür? X üstü 0 nəyə verir? 0. X üstü 0 1. Düzdür? Bax bunun dərəcəsi olacaq 1. Aydındır? Və 0. 2-nin dərəcəsi nədir deməli? 0. Aydın adi ədədlə 5-in dərəcəsi nədir? 0. Aydındır belə. İndi məsələn deyirəm ədədlər, dəyişənlər və onların natural üstü qüvvəti. Məsələn yazmışam ki 2x. Bu bir hədlidir. Aydındır? 2x, y nədir? Bir hədlidir. 2x, y, z, k yazmışam nədir? Bir hədlidir. 2'də 1x. Bir hədlidir. Bir hədlidir. Çünki 2'də 1 ədəddir. Düzdür? Mənfi 2'də 1x. Bir hədlidir. Aydındır. Kök altda 2, x bir hədlidir. Bunun qabağında ədədlərdən istəyir belə nə bilim, nə düzəltsin? Bu dəyişən rahat qalsın, bu bir hədlidir. Məsəl üçün, yazılır məsələn belə, x üstü 4 bir hədlidir, bir hədlidir. Amma mənfi x üstü 4 bir hədlidir, bir hədlidir. Mənfi x'in qabağında mənfi 1 var da. Mənfi 1, bir hədlidir. Amma yazsam bura x üstü mənfidir. Bir hədlidir. Demişəm ki, ədəd dəyişənlər onların natural üstü qüvvəti. Bu natural üstü qüvvəti. Yox, bu olmaz. Bir hədlidir. Başaqlar, x bölünsün 7. Bu bir hədlidir. Düzdür? Çünki bu elə bir burada 7'də 1 x-dir da bu. Aydındır. Amma məsələn, mən götürüb 7 bölü x yazsam. Bir hədli deyil. Aydındır. Dəyişən məxrəcdə ola bilməz, olmaz. Məsələn, yazmışam burada x üstü 5, y üstü 7. Bu bir hədlidir. Aydındır. Dəyişənlərin hasılı. 2x üstü 5, y üstü 7 bir hədlidir. Aydın, nə gördünüz? Bir hədlidir. Amma burada məsələn yazmışam 2x üstü 5, y üstü məsələn 2'də 1. Olmaz. Xeyr, olamaz. Çünki natural üstü qüvvət olmalıdır. Məxrəc natural üstü qüvvət olmalıdır. Burada üstündə kəsr var. Olmaz. Aydın oldu bir hədlilər. İndi bir hədlinin nəyi var? Əmsalı var, dərəcəsi var, toplanması var, vurulması var, çıxılması var, nəyi var? Bölünməsi var. İndi bir hədlinin neyi uşaqlar? Məsələn, yazmışam bura belə. Bu dəyişəndə dedim ki, məsələn 5 üstü 5. Bunun əmsal özüdür. Bunun dərəcəsi 5 üstü x 0'dır. Bunun dərəcəsi 0'dır. Aydındır. Yazmışam 5x. Bunun əmsalı neçədir? 0. 5 dərəcəsi 0'dır. 5 əmsaldır. Aydındır. Dərəcə 0 deyil. Dərəcə 1'dir. 1. Yəni burada 5 demişdi dərəcəsi 0'dır. 5 bərabərdir 5x üstü 0'a. Çünki x üstü 0 1'i verir. 5 1'in 5. Aydın. Amma 5x'da dərəcə nədir? 1. Bu dərəcədir. Aydındır. Əmsalda 5'dir. Məsələn yazmışam bura belə. 5x y. Əmsal neçədir? 5. Dərəcə neçə olacaq? 2, bəli, çünki burada 1 var, 1 var. Bunlar toplanır. O yüzden 2 oldu nəyi? Əmsalı. Aydındır. Məsələn, yazmışam 7x üstü 8. Dərəcəsi neçədir? 8. Əmsalı 7. Aydındır. Yazmışam belə, 7'də 1, x üstü 6, y üstü 7. Əmsal neçədir? Əmsalı 7'də 1. Dərəcəsi 13. 6 üstü 7, 13. Bu aydındır. Tartı getdi. İndi bunda çəkmir. Ən çox burada çəkirlər şu an. Məsələn yazılır belə. Mənfi 2'də 1, x, y, z üstü 6, x üstü 5, z üstü 6. Bunun əmsalın bir deyil ki, mənfi 2'də 1'dir. Dərəcəsi neçədir? 12. Bəli. Çünki burada bir dənə 1. Aydındır. Bunu yaddan çıxardırlar. O vaxt mən yaddan çıxardırdım uşaq vaxtı. 5 üstü 6 yəni 11. Heç nə. Müəllim bunu təpəməşirlər. İşə ayaq yaddan çıxartmada bu biri. Aydındır. Beləncə. Sonra məsələn üçün misalın üçün İndi bir hədliyə demişdim ki, məsələn vuranda, tutaq ki, məsələn yazmışam belə, 2x vurulsun 3x. Eyni dəyişənlərdə, 2'ni vuracam neçə eləyəcək? 6, x üstü bəli, üstlərə toplanmışdır. 2. Aydındır. Yazmışam belə, 8x kvadrat vurulsun 9x üstü 5. Neçə olacaq? 17x üstü 5. 72x üstü 7. Aydın oldu. Burada çətin bir şey var, baxın şimdi. Məsələn, yazmışam belə, indi baxın. Yazmışam belə, məsələn, 6x kvadrat y vurulsun 2x'in kubu y üstü 4. Hə. Demək nə edəcəm? Birinci 6'nı vuracam 2'yə, deyəcəm 12. Düzdür. X'in üstündə nə var? 2'dir, bu da 3, o da 5. y'nin üstü? 5. 5. So. İndi bunun əmsalı neçə olacaq? 12. Dərəcəsi 10. Tardı getdi. Birbaşa götürüb burada yazmayın ha. Sadələşdirin, standart şəklə götürün sonra. Aydındır. Vurulması beləncə rahatdır. Burada heç bir problem yoxdur. İndi məsələn, tutaq ki, belə yazıram. İndi baxın, mən x-lə x-i toplaya bilərəm.
X üstüne x neçə edir? 2x. 2x. Bunu yazmışdım. Amma x'in kvadratını toplaya bilmərəm. Bu fərqli bir həddidir. Bu bir fərqli. Biz yalnız bax bir həddilərin toplanmasında yalnız nələri toplaya bilərik? Oxşar bir həddiləri. Məsələn, mən x'in kvadratının üstünə nə gələ bilərəm? X'in kvadratı. Oxşar bir həddi bilirsiniz nədir? Yalnız əmsalları ilə fərqlənir. Bax, oxşarlar nədir? Yalnız əmsalları ilə fərqlənir. Əmsalları ilə, yox, əmsalları ilə fərqlənir deyirəm. Bax, qulaq as. Məsələn, yazmışam buraya 4x, buraya yazmışam üstəyəsin 5x. Görsən, bunların əmsalları ilə fərqlənir. Amma x-lar nədir? Eynidir. Demək, bunu toplaya bilərəm. Necə 9x. Aydındır. Və yaxud da yazmışam 4x-y, üstəyər 7x-y. Görürsən, eynidir bunlar. Amma bunların əmsalları nədir? Fərqli. Demək, bunlar oxşar bir həddi. Toplaya bilərəm. 11x-y. Aydın oldu. Oxşar bir həddlər nədir? Yalnız əmsalları ilə fərqlənən bir həddlər. Yer adamlar, zəng edin. Yer kürəsində nə qədər yer adam var, zəng edin. Hə. O yüzden onlar həmişə düz o qızğın vaxtda zəng edirlər. Məsələn, yox, yer adamlar həmişə arada zəng edir. Bir çörək yeyən də 5 dəqiqəsindən başını deyəcək, o taraf zəng edir, o məhv edir. Bir də o işin qızğın yerində zəng edir. Belə normal, rahat bir vaxt. Onlar nə bilərlər ki, siz vərdiniz. Hə, bilmir də, bilmədiyi üçün yersizdir. Bilmədiyi üçün bu vaxtda mən tərs keçirəm. Hə, bu belə. Bu başlıyız. Məsələn, yazıyorum belə, 6x kvadrat, y-in kubu. Üstəlisin 7x kvadrat, y-in kubu. Bu rahatdır da, eyni şeydir. Elədindən 10 x-in kvadratı, y-in kubu. Aydındır, topladım. Oxşar bir hədlər topladım. Amma inşallah mən belə yazmışam bura. 6x kvadrat y-in kubu, üstəlisin 7x kub y kvadrat. Bunlar toplaya bilmərik. Aydındır, ayrı-ayrı. Aydındır. Bunlar qalır öz cansığı gedir. Demək, oxşar bir hədlər nədir? Yalnız əmsallar ilə fərqlənən bir hədlər. Aydın oldu. Belə. Onun qabağındakı ədədləri sadəcə toplayıb çıxırsan. Uşaqlar çaşırlar, məsəl üçün yazılır belə. 2-də 1 x üstəlisin 4-də 1, məsələn 4 tam 2-də 1 x. X klasında x-in işi yoxdur. Sən 2-də 1-in üstünə gələcəksən? 4 tam 2-də 1 gələcəksən. Bu deyəcək 4 tam 2-də 2, bu deyəcək 5. Düzdür? Yazırsan 5x. Aydındır. İstəyir bunun qabağında x, y, z olsun, x, y, z olsun. Əsas əmsalları topla, tutar gedir. Sadə şeydir. Hə, bir də toplanmasını bildirir, çıxılması da o qaydındır. Çıxırsan, yazsan çıxırsan. Vurulmasını da bildirir. Vurursan, qüvvətlərin üstündən toplayırsan. Bu belə. Bölünməsi. Məsələn, yazırsan burada x üstü 6 bölünsün x üstü 3. Neçə yerdir bu? x üstü 3. Aydın. Məsələn, yazırsan belə. Qorxmayın, x üstü 3 bölünsün x üstü 7. Neçə yerdir? Mənfi 4. Bəli, mənfi 4. Bu bir hədli olmayacaq. Amma natural üstü qüvvətlər böləndə belə bilərəm belə. Bir də kəsirlərdə tapılırsa x üstü mənfi 4. Bir də kəsirlərdə belə bir şey var. Məsələn, x üstü 7 bölünsün x üstü 3 yazılır, hə? 7 harada çoxdur, üstə çoxdur, bu üstə qalacaq. X üstü 4 üstə qalacaq. Aydın, burada 1 qalacaq. Düzü qaldı x üstü 4. Aydındır. Amma belə olanda, məsələn, x üstü 3, burada x üstü 7. Burada x üstü 4, burada 1 qalacaq, burada olacaq 4. X üstü 4. Bunu da yazanda belə yazılır, x üstü mənfi 4, bəli. Nə deməkdir o? Məsələn, a üstü mənfi 1, mənfi n bərabərdir 1 bölünsün a üstü n-dir uşaqlar. Bu nə deməkdir? Məsələn, 2 üstü mənfi 3 nəyə bərabərdir? 1 bölünsün 2 üstü 3, bunu demişdim natural üstü qüvvətdə. Düzü, bu deyil 8-də 1. Aydın, bu da həmin şeydir. 2 üstü 4, üstü 1 bölünsün 2 üstü 4-ü qaytardım bura. Həmin kəvəzi 2 üstü mənfi 4. Bu belə. Burada heç bir problemi yoxdur. Bir həddən sonra nə qaldı? Dərəcə, əmsal, oxşar bir hədlərin toplanması, çıxılması, nə bilim nə? Vurğulara ayrılması var. Hə, vurğulara ayrılması. Bir hədli vurğulara ayrılmır, çox hədli vurğulara. Bir hədli nəyə vurğular arasında? Toplayıb sadaqam, düzdür. Hə. Amma çox hədli biz ayıra bilərik vurğulara. Bir də qüvvət üstü göstərməyi bilirsiniz də. Məsəl üçün, x üstü 12-ni belə göstərə bilərəm. X üstü 3, üstünə nə? 4. Aydındır, belə göstərə bilərəm. Yaxud da x üstü 12-ni mən x üstü 2, üstü 2, üstü bir də 3, belə göstərə bilərəm. Aydındır, 2, 4, 4 üstü 12. Yaxud da 2 üstü 6 ilə göstərə bilərəm. Aydındır, nə təqəl göstərə bilərəm, belə. İnşallah bir həddə nəsə bir şey qalmadı ki, hə? Heç bir şey yox, nəsə yadından çıxsa da izləyikdir. İndi, yox, gözlə, çox hədli. Çox hədli, hə. Lənətə gəlməmiş, çox hədli.
Çox hədli nədir? Bir ədlərin cəbri. Bir hədlərin cəbri çox hədli deyilir. Məsələn, mən yazmışam bura x-in kvadratı y. Bura yazmışam x kvadrat üstənilsin y-in kubu. Uşaqlar, görürsünüz, heç birisini toplaya bilmirəm. Hamısı fərqli bir hədlilərdir. Və bunların cəbri cəmi nə oldu? Oldu ki, çox hədli. Çox hədli. Və burada əmsallar var. Əmsallar nədir? 1. Bunda da 1-dir, bunda da 1-dir. Düzdür? İndi uşaqlar, çox hədlilərdə məsəl üçün toplanması, çıxılması söhbəti var. İndi vurulmasını, bölməsini deyəcəyik. Heç vurulması, bölməsi sadə şeydir. Bəyəxlərin vurub bölürüm. Məsələn, çox hədli bir hədlilərdən ibarət olmaqda. Məsələn, mən belə yazmışam bura. X üstü 6, y üstü 5, üstü əlisin x üstü mənfi 4, y üstü 2. Bu çox hədli ola bilər? Yox. Çünki çox hədli nədir? Bir hədlilərin cəbri cəmi. Bu bir hədlidir. Yox, bunlar çox hədli deyil. Aydındır. İndi çox hədlinin əmsallı, dedik ki, fərqli əmsallar var. Məsələn, yazmışam bura belə. 2x kvadrat, y üstü 4, üstənsin 6x, y üstü 5, üstənsin 8x-in kubu, y üstü 7. Mənə deyir ki, əmsallar cəmini tapın. Əmsallar nədir? Əmsallar cəmi nədir? Bunun əmsalı 2-dir. Üstəl 6-dır. Üstəl 8, 14, 16. Aydındır, əmsallar cəmi. Və yaxud da qaydır mənə deyir ki, əmsalların hasilini tap, vuracaqsan bir günə. İndi bu çox hədlinin qüvvəti, amma qüvvəti. Hansı ən böyüdür? Burada 10'dur. Düzdür. Burada 6'dır. Burada ise 6'dır. Burada 7, 3'dür. 7, 3'də 3, 10 edir. En büyük hansıdır o götürülür. Bunun demək qüvvəti nədir? Dərəcəsi 10'dur. Çox hədli demək hansının qüvvəti böyüksə o götürülür. Əmsalını soruşa bilməz, əmsallarını soruşa bilər. Amma qüvvəti necə, dərəcəsi neçədir? 10. Aydındır, ən yeşəsini götürürsən. Ən yeşəsini. Sual verir, hansı çox hədlidir? Özdə standart şəklə gətirir sonra. Aydındır. Çox hədli bir hədlərin cəmi. Bir hədlərin cəmi. Bir hədlər toplayacaq, o çox hədli. Fərqli bir hədlər. Onu deyirəm, mən məsəl üçün çox hədli hansıdır, onda qüvvətən böyükdən götürür, çox hədli. Çox hədli hansıdır deyə bilməz. Qüvvəti balaca olan da çox hədli. Deyəcək dərəcəsini tap. Qüvvəti ən üst toplama verir. Çox hədli hansıdır nədir? Eğer sual verirsə, o bizlərin çox hədli verməyəcək, birini çox hədli verəcək, deyirsən abi, çox hədli. Məsəl üçün, indi bax, bu ixtisarda çox hədlilərin toplamasının çıxılmasında belə bir şey var. Məsələn, yazılıb belə, yazıbkən belə, x, y, üstənəsin 3x-in kvadratı, y, üstənəsin 4x, y, çıxılsın 6x-in kvadratı, y, üstəl y-in kvadratı, çıxılsın x, y. Düz uşaq var. Bax, bu nətər sadələşdirirəm. Mən x, y... İstəyir belə 3 dənə lövhə versin, düzsün, hə? Bax, birinci oxşarları tapıram. Bax, bunun oxşar hansıdır? Budur. Bunun bir də var. Bir də bu var. Əmsal ilə bir yerdə baxırsan. Gözlə. Əmsal ilə bir yerdə baxırsan. Bax, görsən. Sonra bunun altına 2 nəfər çəkirəm. Bunun oxşarı var. Var. Buradadır. Düz deyil. Sonra bir y-in kartın oxşarı var. Yoxdur. Bu tək. Bu yetimsi tək. Demək, bunları yeni qruplaşdırıram. X, y, qabağında nə var? 1. Bunun qabağında nə var? 4. Birin üstünə 4. 5. Bunun qabağında nə var? Mənfi 1 var. Mənfi 1. 5'dən çıxacaq biri nə qalır? 4. 4x y. Başa düşürsən Turqay? Yəni əmsala baxın ha. Burada götürüb çıxıb biri yazıb, elə üstünə 1 yazıb, biabırsız yaratmıyor. Yaxşı, əmsala baxılmalısan. Mənfi var, çıxma 1'dir. Elə bir sanki 1 üstəl 4 çıxılsın 1'dir. 1 üstəl 4 çıxılsın 1'dir elə bil ki. Aydındır? Belə sil yaza bilərsiniz. Sonra baxırsan bu 3x y-dir. Bu nədir? 6'dır bu. Mənfi 6. 3'dən 6'nı çıxarsan neçə edəcək? Mənfi 3. Bəli, çıxırsın 3, x-in kvadratı, y, bu yetimsə də təkdir. Üstə y-in kvadratı. Oldu çox hədli. Bunun əmsalları nədir? 4'dür, mənfi 3'dür, bir də 1'dir. Düzdür, əmsallar cəmi toplasın. Deşək, 4'dən 3, 2, 1, 2. Düzdür. Qüvvəti necə olacaq? Qüvvəti 3. Çünki bu 1, 1. Bu 2 eləyir. Bu 2, 1. Şeylədir. Bu da 2. Ən böyük 3'də. Demək qüvvəti nədir? 3'dür. Yəni sənə desək ki, çox hədlinin qüvvətini tap, sən burada baxıb yazma, gör sadələşirsə, sonra eləməlisən, sadələşdirməlisən, ondan sonra eləməlisən, tapmalısan. Yəni birbaşa götürüb belə ağzı əllərini dağılıb ora, qüvvəti 5 yox. Sadələşdirməlisən, standart şəklə gətirməlisən, ondan sonra onun qüvvətini eləməlisən. Eləməlisən, tapmalısan. Tutar ki, bu belə. Qüvvətlə dərəcə eyni şeydir. Hə, gəl, keç əyləş orada. O əlindən keç, o əlindən keç. Oradan keç. Əyləş orada. Hə, nə, buranı yox. Əyləşdə otur orada. Gel edin o zaman Allah'ın orada. Hə.
Fərqi yoxdur. Siz buradan ki çıxırsa dedim özünə bizəmiz deyir ki, mən istəmirəm. Ona görə deyim. Hə. Bu belə. Çox ədədin sonra. Hə, çox ədədin vurulması, bölünməsi var. Bir də toplanması, çıxılması var. Məsələn, bax uşaqlar. Bax bir dənə diqqət edəcəyi şey var. Məsələn, bizə yazıb A çox ədədisi. A çox ədədisi. Məsələn, yazıb 2x kvadrat üstəl 3xy. Bir də yazıb B çox ədədisi. Məsələn, yazıb 3x kvadrat. Məsələn, çıxılsın xy. Əlinlə pozmayacaq. Dedikcə pozalım. Xy. Məsələn, bizə yazır ki, birinci A plus B-ni tapın. Uşaq, burada da bak, A'nın yerine qoyuram. Bunu qoyuram. B'nin yerine qoyuram. A'nın yerine yazıram 2x kvadrat üstəl 3xy. B'nin yerine yazıram 3x bir olsun. 3x kvadrat çıxılsın 2y. Rahat. Sonra baxıram, bundan budur. Bundan da budur. 2x kvadrat 3x kvadrat ne deyəcək? 5x kvadrat. O da 2x. Bəli. Üstdən 1x kvadrat 2. Bəli. Üstənsin 2xy. Oldu çox ədli. A plus B çox ədlisini tapdım. Aydındır. Bizə deyir ki, A plus B çox ədlisini məsələn dərəcəsini tap. Deməli, bu da 1, 2-dir, bu da 2-dir, deməli 2-dir. Aydındır. Deməli, əmsallar cəmini tap, 5 üstünə 2 7. Daha götürüb burada yerləmir. Aydındır. Standart hesab. Sonra bir dənə burada bir dənə diqqət etməli şey var. Ən çox səhv elədiyi şeydə adam top vurur da, adam elə bilir ki, yəni adam dəli olmağa qalır. İkincisi, bax A çıxılsın B-ni. Uşaqlar, çıxmadan mötərizənin içində yazın çıxın. Bax, toplamada icazə verirəm. Nə istəyirsiniz, nə təşkil yazın geçsin. Amma çıxmadan nə edəcək? Mötərizənin içində yazın. Məsələn, A-nı yazın belə. 2x kvadrat üstəl 3xy çıxılsın. B-ni yazacaqsınız belə. 3x kvadrat çıxılsın xy. Çünki bu lənətə gəlmiş çıxma içəri təsir edir. Mötərizənin qabağında müsbət işarəsi heç nəyə təsir eləmir. A çıxılsın B ilə bunu mötərizəni atsam A çıxılsın B olur. Amma mötərizənin qabağında mənfi olanda A çıxılsın B. Bu olur mənfi A plus B. Mənfi ələri olur, hə? Müsbət. Aydındır. Bu da həmin şeydir. Bu da ondandır. Deməli, bunu olduğu kimi yazıram. Burada heç bir problem yox. Çünki qabağında müsbət var. Yazıram 2x kvadrat üstəl 3xy çıxılsın 3x kvadrat olacaq nə? Plus xy. Çünki bu dəyərli buna nə oldu? Plus xy. Aydın, mənfi içəridəki işarələr nə edir? Əksinə nə edir? Dəyişir. Aydındır. Ondan sonra baxaq. Bu 2x kvadratdan, bu 3x kvadrat, bundan da bu. Bu 2-dən 3 çıxan neçə edir? Mənfi edir. Mənfi 1x kvadrat. Yəni mənfi x kvadrat. Düzdür? 3x edir, üstünə x edir. 4x edir. 3-ün üstünə 1 var burada, 1. Bunun da dərəcəsi 2-dir. Əmsallar mənfi 1-dən 4-dür. Toplam forundan çıx desə, 9 edir. Onda bunu yazın deyiz dəftərimizə, düzəltmək edələ. Aydın olur. Şu an hadi adına çıkayım. Nuray. Nuray aydın olur. Şeref mənim vəziyyət. Yaxşı. Yaxşı. Sən ne demiştin mən? 6. 6 saat. Biraz güzel. Sənə mən bugün 6 demişdim. Sizlə gəlirdi o. Sənə mən bugün 6 deməmişdim axı. Sən dünə gəlməmişdin? Yox. Üçüncü gün görmüşdüm. Bu neçənci gündür? Üçüncü gün gəlmişdi. Ödəşik yox. Gəlmişdim, getdi. Tez Sən şey gəllə gəldin axı? Yox, mən bizəm. Yox. Mən bəli Coşqun günü. Yox. Mən onlardan gəlib bizdən getdim. Yox, elə olmadı. Elə olmadı. Elə olmadı. Özün alfa söyləyib qaldı. Hə? İnsan özünü nə qədər bəyən. Hə. Pozum. Yazdınız. Burada başa düşmədiyiniz bir yer var. Belə bir şey göstər yazarsınız da. Bəli, 100%. 100%. Sadə şey. Burada nə var? Çox aydın nə var? Nələr? Deməli, indi bunun vurulması var. A, mən sizə belə bir şey deyim. Məsələn, A plus B nətər vurulur? Məsəl üçün, C plus D-yə. Onu C yapırıq, sonra B yapırıq. Bax, bir vurulur. Bax deyirəm. Bir vurulur. Birinci bunu götürüb vururam C-yə. Olur AC. Sonra bunu götürüb vururam D-yə. AD. Sonra köşdüm buna. BC. Sonra köşdüm buna G. Burada nəsə çətin bir şey var.
Bu istənilməsi lap belə halvat da. Birinci İndi biraz pəsoxsat verəcək, deyəcək bunu özü salıb veririk. Məsələn, yazdıracaq A çıxılsın B, vurulsun məsəl üçün B, C üstü gəl, D. Məsələn. Uşaqlar, burada işarə söyləyir. Bax, mənfinin üstə burada nə olur? Müsbət. Mənfi. Mənfi. Tələsmə. Tələsən ara? Tərsinə. Hə. Mənfinin müsbətə vuranda mənfi eləmir. Bir dənə ona diqqət edir. Mənfinin mənfiyə vuranda Müsbət. müsbət. Targetdə onlara diqqət edir. Şu target. Bax, A-nı vurdum C-yə, nə oldu? Müsbət A-C. Müsbət AC. A-C. Sonra A-nı vurdum D-yə. Rahat. Plus A-D. Sonra mənfinin İndi bax, B-ni vursam C-yə, BS. o mənfinin bu müsbət olacaq nə? Müsbət. Mənfi B-si. Mənfi. Mənfinin vuracaq müsbətə, mənfi. Çıxılsın B-si. Sonra bunu vuracaq mənfinin müsbətə yenə. Çıxılsın B-dir. Gördünüz? Sonra belə var, məsələn. Qalır yerində. Yəni çaşmayın da uşaqlar. Deməç yerində qalır da mən. Hə? O Da burada nəsə var oxşar bir şey mi? Xeyr. Yox, hamısı fərqli. qalır yerində. Məsələn, yazmışam belə A minus B vurulsun C minus D. Vura. A-nı vursam Hansı C. müsbət olacaq? Olacaq AC. Harda? Loppa olacaq. Canım yeter. Burada A-nı vursam D-yə nə olacaq? Anı deyəm. Çünki mənfidir. Biri müsbətli, biri mənfi. Nə olacaq? Çıxılsın AD. Çıxılsın AD. Sonra B-ni vursam C-yə. Çıxılsın BC. Çıxsın bir. Sonra nə? Minus B. Üstəyiz. Çünki mənfiyə vuranda müsbət olur. Tutduz deməm aynı. Plus B-dir. Ama bir şey yok yani ben mühtasar. Hədə müxtəsər də buradan gəlir. Bayram oqan istəsən. Hə? Hə? Bayram oqan. Müxtəsər də nədir? O buradan gəlir. Bunu başa düşdünüz? Hə, bu nə ilə xatırlatdım? Bir də həməsən yəni sual Yazaq. yazmıyorsun. Bu adı nə idi məndə? Bu heç bir şey. Bunun qaydası da yox. Vur bir-birinə də, çıx bir-birinə çıxmaq. Müəllimin tələbələri. Müəllim özləri bəxtdir. Adını öyrənmək lazımdır. O işin gör. Tayla bir sənə məsələn motor almışam. İkimizin ciddi. Motor, bir maşın almışam məsələn, hə? Sən o sürməyi bilirsənsə, elə bir sənə mənə lazım deyil. Ay bunun adı nə bilim nədir? Bu hardasa. O mənə lazım deyil. Mənə gəl göstər ki, bu nə sürürsən, hə? Ha adın Habil, təkəri budur, lazım edir. Sürə bilmirsən sonra mənim nəyimə lazımsa onu Habil. Hə o bilirsən lap gözəl. Amma gəl otur bir dənə sür, mənə demirsən. Yoxsa gəlib otur mənə bu 2008-də istəyirsən. Bir yoradı, 2008. O heç bir şey yaramayacaq. Ama olmayanlar var deyip BMW qəşəngdir, Mercedes pisdir. Hə olmayandadır. Olanda ikisi də qəşəng. Sən 8 saat yazırsın. Yazdım ben yazdım. Yazdın. Ben hala yazamamışam bu vaxtda. Buradan müəllim. Bir vaxt çaldı, biraz test edəcəm. Bir vaxt. Mən üçü rəsmi, iki Hə? dənə silib, bir dənə silib. Sadə şey, inşallah. Burada nə var? Bunu yaz. Məcnun çıxar. Kim yazır? Xahiş edirəm. Fazla zaman benim Silinməli. silip Aman gündələn. Çəqəli. Bax mən. meyveye değme, meyveye değme. Hə. Fuzum. Silməm. Bir. Mən məndə var. Qərət edirəm mən. Ay da yaxşı. Silmə. Eşşə gələmədi. Aya. Mən sıtma vuruyorum. Şimdi başına vuracağım buna. Sıtma kim? Çırıtı öyle sıtma. Hə, mən buradan çıxırdım olar. Hə. İndi deməli uşaqlar, şiddətə meyilli müəllim olmaq lazımdır. İndi bax yazıram belə. Şiddətə qarşı. 2 kız çıxılsın 3 y. Vurulsun nəhlətə gəlmiş 3 kız plus 2 y. Qoca. Bax. Nə edirəm? Başlayıram. Ya Allah, başlayıram buradan. Bunu vuram buna. 6x'in nəyi? Kvadratı. Ondan sonra 2x vururam 2y. Eləyir nə? 6x y. 4x y. 4x düzdür. Əgər vurmaqda çaşırsınızsa, bunu kənarda yaza bilərsiniz. Bax birinci 2x vurulsun 3x. Yəni 2 3 6 x-in üstünə 1 kvadrat. Sonra buraya yaza bilərsiniz. Əgər çaşırsınız. Sonra götürüb bunu buna vurmursan, yaza bilərsən 2x vurulsun 2y. Elə 4xy. Üstəridir, müsbətli, plus 4xy. Ayrı-ayrı yaza bilərsən, əgər çaşırsansa. Sonra götürəcəm bu lənətə yavaşa vuracam buna. Olacaq nə? Mənfi 3y vurulsun nədir? 3x. Eləcək nə? Mənfi 9xy. Çıxılsın 9 nə? xy. Düzdür? Sonra bunu götürüb vuracam nə? Buna. Eləcək mənfi 6 mənfi 6 y-in kvadratı. Tutdunuz bunu? Sonra islahlar varsa onu aparacam. Məsələn, baxıram bundan yoxdur. Amma bundan var. Düzdür? Bundan da yoxdur. Bu 6x kvadrat qalacaq yerində. 4-dən 9 bunlar eyni də axı. 4-dən 9 saniyə eyni. Mənfi 5. Mənfi 5. Çıxılsın 5.
X, Y çıxılsın 6 Y kvadrat. Gördünüz? Qaldı bu belə. Yazın dəftərcə. Tutdunuz bunu yoxsa yox? Yalandan. Dur. Çok tutarım. Göydə. Hə. Ehtiyat doğru. Hə, yaz. Açan yemin bunu tutmaq çətindir. Hə? Yox, mənim elə atmasın. Başladı, Şahid içirəm, var. içirəm. Gör. Yüzdə bir atlayalım. Ay bir de. Sen o ne diyorsun sen? Sen bir daha sözün var. Sonra düzün, sıra maaş versin. Hə? Yok yok, gözlə. Nə deyim? Havaydı da. Müəllimdən böyük şəxsiyyət yox. Yox, belə qəşəng insan ilə deyib. Nə sonra? Mən bu dünyadan əminəm. Müəllimdən böyük şəxsiyyət yox. Sən də sən yaxşı deyib, deyən. Deyən. Müəllimdən böyük şəxsiyyət yox. Yox, sən nə demirdin? Nə? Müəllimdən böyük şəxsiyyət tanımıram. Kimin sözdür o? İdareli. Ha, bir də İdarə Favori kimdir? Sonra yoldaşlığımız var idi müəllim. O hepetomuzdur. Aynen öyle. Hə, ben. O kim uydurub görəsən? Neyini? Favori yoldaşı. Müəllimdən. Yaşla yaz. Yazın gülmür. Soşur. Yaşla yaz, sakit yazın. Kudurdu ya. Bak, muhtasar zat var, hamısı buradan gəlir. Bak, bunu öyrənsəniz, muhtasar heç nə olacaq. Sinska sıtlamaq. Tamam. Aydındır. Yaxşı, onda bir dənə sual verin, gəlib vuracaqsınız. Turqa gəlib vuracaq. Ha? Hə. Kudurdu kardeşler. İndi sabah. Hə? Yox, birazdan. İndi Turqa gələcək Ama vuracaq. onlar fərq alsın müəllim. Hə? Niye? Niye kalmadı? Şöyle Ben de- söylemişsin. Ya biz beğendik. Ay, nə var ki burada? Bir bunu Ben- qoyalım. Gel. Gəl yaz, gəl. Gel lan. Yox, yox, gözlə qoy Turqa gəlsin. Bozun bunu. Bunu da vura bilməm, da Allah. Anlıyorsun. Ay yaşayın bitirse. Hə, və sakit, yox. Daha çox səs Sıra qalmıyor. etmə Səs olmaz. qalmıyor. Mən yazıram 4 kız, çıxılsın 2'lik. Eyni şey yazıram ha. 6'lik üstə 3x. Bərabər. Elə düşü belə bundan belə şahən şahsə izah eləmək ki, belə. Bax belə. Belə. Ayşə belə izah edir. Hə. Müəllim öyle. Sakin. Fenomen eləyəcəm. Hə. Ben sala dayandır kamera. Aha, dəm. Qəşəng, Siz qəşəng. azı bir haber gelin. Aha, yo, afərin. Aha, nə ilə yazaq yolları işarət. Qəşəng. Aha. Qəşəng. O ilə da elə düzgün göstərir, elə göstərirsən. də. Kısa sonsuzluk yazıyor. Yo, düzdür. X sakit. Yaz. Sakit tay. Hə. Afərin. X nə? Çünki X, aha. Sakit. Ben buralısın diye bu. Yo, burası deyil. Sıkısındır. Kamerasın yoktu. Nəyə görə çıxsın olsa? Çıxsın oldu. Bu da bu müsbət bu məqam. Ay, sağ ol, bəli, afərin. Yok, bilinir sahip müəllimin tələbəsi. Görəcək. Yazmıyorum. Değil. Sakit ol, yazır da, yazır. Sakit. İndi üstəyəsin olacaq. Yok, ben çıksın. Sıkılsın. Aha. Al. Yo, kadar niye? Nəyinə vurursan? Nəyinə vurursan? Ben İki ilgili, 2 3 x salonda 6 kız, nə? Ben iyi. Y de var da. 6x Y. Ben dedim Ben de Ha, yazın. iyi de var. Arasın, hə. Fərqi yoxdur, x Y, ya Y, sən şey. Sən Canım ben xahiş ederim. Rəkət, tut Çoktan yamanı. ben canım. Hər zaman deyirəm. Ben xahiş ederim. Gəl Fuad gəlsin, sən də gələcəksən. Fuad gəlsin. Ne oldu gelecek. İndi Fuada bir dənə uzun dərə verəcəm, vuracaq. İnşallah bu əslində sadə bir şeydir. Bunu çox həddə biz yazmamalıyıq. Bursa da yazırıq, nə var? Hə, məsələn, bax, yazıram. 2 kız, Vay güzel. 2 kız, Üst siniyor. 2 kız. Yer yox içəridə. 2 kız Ben fiyatıydı. çıxılsın 3y, üstənsin 5. Vurulsun məsəl üçün 3 kız çıxılsın 3y. Bərabər. Hə, sakit. Birinci ben Aha. vuracağım. İkinci ben 6x sonra Aha. Aha. Farkına da bax, hə. kvadratını ben. Elə düşük görsənsin də, burada yox. Buradan sən lövhədə yazdığını görsənsin. Zevkle görün. Ay, milyonlarla tamaşaçılar səni izləyir. Aha. Sakit. Sakit. Ben bura vuracağım. Aha. Birinci ben 2 için 6 x y. Aha. 6 ben 200 Y. y. Hə. Sonra ben de bunu götüreceğim ben. Bəli, başlayacaq onu vurmağa. Tamam. Sonra 3 y ben yazıyorum. 3 y ben mənfi 9 x y. Aha, dəymir, bu öz yazsın. 9 x y.
Fuat belə dur. Bak belə dur. Qəşəng onunla dur belə dur. Qoy lövhə görsün. Bərabərdir. Gör bərabər diyor. Nə tamam edin. Hə. Davam edirəm də. Aha. Sonra mən götürürəm bunu vururam. Aha. Elə mənim mənfi 9y. Mənfi? Mənfi yoxdur, çıxsın deyə. Niyə? Çünki mənim çıxmadı da. Nəyə vurdun? 3'ü vurdum 3'e. Nə 3-3-ə vurmadın sən. Mənfini Mənfi- Mənfi 3-ü vurdun. Eləcək. Müsbət. Müsbət 9. Üstəl 9 y. 9 y O kvadratı. bərabər şeydir oradan. Bərabər hə. 9 y kvadratı. Kvadratı mənim. Aha. Sonra mənim götürürəm bunu mən. Aha. Buradan birinci mənim. Aha. Elə mən 5 üçün 15. Nə? 15 X. Aha yaz. Üstəl sakit olun. Tamam düzdür. Evet. Hə, hörmət Sonra yapma. mənim 15. Qısaca mən istəmədim, sən özün dedin, öz hörmət. Hə. Bu da elə mən üstəyənsi. İstərsin niyə? Çıxırsan. Dikkat et, işarelere dikkat et. İşarede sen yazıyorsun, bu yazıyı bak git. 15 mənim. So, şimdi burada okşarlar var. Bu da. Bəli mən. 6x'in okşarı var. Xeyr. Yok, yaz beraber de 6x kvadratı, o kalsın yerinde. 6x'in kvadratı. Sonra böyle dur yaz. Sonra, bununla bu okşar da düzdür. Bəli mən. Mənfi 6 çıxılsın 9 eləyəcək. Mənfi 3. Yox mən. Mənfi 6'dan 9. Mənfi 15. Bəli, mənfi 15 çıxılsın 15. 15 x y. Bunun okşarı var. Burada mən xeyr. Yok yaz yerine. Üstəgəl 9 y kvadrat. Y kvadrat. Üstəgəl 15 çıxılsın 15 y. Fark et. 15 y. Çıxılsın 15 y. Gördünüz? Bəli. Aferin. Canım. Paylaş. Pis deyil, bir de özü itirir biraz. Ben gel. Gel sen de arz eylesin ikinci. Bunlar denemeye misal verin, gel olmaz. Tamam, sakin ol. Sen yazabilirsin, sen bunun hep önde kırarım ben sana. Kamera söyle. Tam biraz verelim. Yok. Demek 2x kvadrat çıkılsın 3x vurulsun 3x kvadrat minus 2x. Ha. Ha. Az tabalet da. Ha. Ha. İlk yok zaman. Aha. Aha. Sonra bunu buna. Aha. Gülme dayı. Tabii orası bir şey yani. Ha. Sonra. Sonra dizi mənlə şagirdi görüldü. Xəbərdə dınının. Sakin. Yazdı, çox gülmə. Ben 2x'in kvadratını 3x'in kvadratına vuran değil. 6x'in üstüdür. Afərin, aha, baş işləyir, aha. Aha, yazdı, təsir dayı yazdı. Sonra məndə minus. Aha. Yo. Niyə məndə? 2x qartın, hə, 2x qartın. 2x'in kvadratını Eləyir nə? 2x var, 2x avramda. 4x 4x kulu, bəli. düzəlmiş. Aha. Sonra mənim bununla vuracağıq. Hı hı. Mənfini müsbətə vuranda Mənfi, mənfi. aha. 3x y vuracaq 3x'in kvadratı. Mən deyim 3x. Hə. 9 emin. Saçma da, saçma aşısı. Aha. Bu y. Aha. Sonra mənfi vuranda müsbət edir. Aha. 6 Aha. Sakin. Şu. Sonra Gördün? burada oxşar Oxşar yox. Xeyr, yox. Target. Gördün? Bəli. Keselim. Mənim Başa düşdün, sayılır. Bir daha yaz gelsin. təşəkkür edirəm. Bir aslında ayaz da bunu bir düzle. Burada ne var ki onunla buna buna. biz məşhur olmuyor. Bir ayaza bir tane sual verəcəm. Görməniz nə iş görəcək. Ayazın öz potensial uyğun sual verəcəm. Ayaz bunları hətta ayıra bilir. Baxın. Hə? X-in kvadratı üstənsin 5x üstənsin 6 ifadəsini vurğulara ayır. Bunu nerede verirsin? Bax ayaz baş çəkəcək bax. Bunun üçün olur 3 burasını 2. Aha. Bunun artı bunun cəmi Ayaz sonra hə. Görsəniz terminator deyə qardaş. Hə. 3 equals Aha. 2 Fərqli sən. 6. Aha. Hətta vurğulara ayır ayaz görürsüz. Hə. Sonra bunun Aha. Aha. equals. Nə qədər əhəd edim mənə? Yəni nə iş var? Görməz nə iş görür, vurğulara bir ayırır. Mən aramda. Kvadrat nə deyir, onu adlar deyir sənə. Bunu bir dənə mənə verin. Hə? X plus 2. Hava deyir sənə, sən canavarsın. Aferin, vurğulara ayırdı, gördünüz, vuruq şəklini göstərdi. Bax bunu görün, bax fikir verin, ayazın bu yazdığı var ha. Bunu bir-birinə vursam onu alacam, bax aşağı. X plus 2'yi Kvadratı plus vursam x plus 2'ye həmin ifadəni alacam. Bu olacaq bax, x vuracam x, eləcək x kvadrat. X vuracam 2'ye, eləcək üstəlik 2x. Sonra bunu vuracam buna, eləcək üstəlik 3x. Bunu vuracam buna, eləcək 6. Alındı nə? Bu 2x 3x. X'in kvadratı üstəlik 5x.
üstəlik 6. Ayaz hətta nəinki bunu buna vurmaq, hətta bunu qaytardı əvvəlkinə halına. Əvvəlki vəziyyətinə, bərp edib. Afərin sən. Gəl sən. Gəl sən də. Özü reklam elə. Ürək partlayıb ya. Yaxşı, sənə də bir dənə sual verəcəm. Özü reklamı, dədən reklamı edir. Yox, buna verəcəm. Buna bir dənə uyğun sual verəcəm. Bu yazsın. Əgər bunu yaza bilməsə, bunun başını oynasın. Hə? Yox. Buna bax. Yox, buna özəl sual verəcəm. Hə, buna özəl sual verəcəm. Kök altda 3, üstənsin 2'nin kvadratı, üstənsin kök altında 3, çıxılsın 2'nin. Yaxşı, burada yazdım, sənə insafsızlıq eləməyim. Hə. Bir dəqiqə. Sakit. Ama buradaki 2 ile buradaki Aha, hansı 2? Buradaki 2 ile Bu. bu 2. Nədə çıxır o? Çıxır bu. Nəyin Modulda içində çıxır. Hə, çıxar. Day deməsəm yaddan düşməz. Hə. Hazır. Hə. Bunu belə çək. Hər aşağıda çəkilir, hə? Aha. Üstəlik 2. Aha, üstəlisin. Onu oradan yaz da, oradan yaz. Bu yaza bilirsin misalını. Moduldan onu oradan yaz. Elə yaz ki, tamaşaçılar görsün. Hə. Modulda sakin. Üstəlik 2. Üstəlik 2. Day sakin, harday? Çox gülmür. Üstəlisin, bunu çıxartın deyil. Üstəlisin. Onu yazın da orada. Üstəlisin. 3 çıxır. Elə dur görsənsin. Hə, üstəlisin. Filmimiz. Modulda kökdə 3. Belə 2 olur. Gəl bu yüzden dur yaz da. Hə. Hə. Yox, sakit oldu. Yazı yox da var ki o zaman. Çox çatdı. Hə, indi modulun nəsi aldı? Moduldan mənfi. Müsbət çıxır. Moduldan müsbət çıxır. Müsbət. İndi burada müsbətdir də usta. Bəli. Kökdə üstündə 2 müsbət olduğu kimi sarıcısın. Kökdə 3 plus 2. Köşdə 3 Plus 2. plus 2. Bu nədir? Amma Bu mənfidir. mənfi. Nəyə görə? Çünki 2 kökdə üstdən böyük. Kök hatta 4 eləyir. Hə, bunu nə tər çıxaracaqsan? Köşdə 3 çıxır. Plus 2. Nə tər çıxarsın bu? Yox. Yox. Yox, tərsinə. Plus. Kök altda. Yox. 2 çıxılsın, 2 çıxılsın kök hatta 3. Bəli. 2 çıxır Kök kök hatta altda. 3. Hə. Heç bir şey. Kök hatta 3. Orada İndi- reklamdan 2. Var bununla getdi. Zəvliyə 4. Bəli. Bu ləhət gəlmiş, o birisi ləhət gəlmiş, biri mənfi, biri müsbət. Ha bundan. Getdi, qaldı 4. Yaxşı. Bunu oyunlar demişdim, bu yadından çıxardım. Bu indi bu hissəni modula çəkməyi yaddan çıxardım, mən məsələlərə olmur. Çıxarmam bir daha. Hə? Müdaxilə eləmir də Hüseynə. Hüseynə müdaxilə. Yaxşı, bir dənə sən də vurğula ay ki. Yaxşı, görüm nə yapar. X'in kvadratı, üstəl, nə verək Hüseynə? Z. Yox, Z verməyək də. X'in kvadratı y, üstəlsin, sakit. Y'nin kvadratı üstəlsin. Y'nin kubu. Bunu uzaray. Sakit. Değil, sakin olmak. Ne eləməliyik burada, vurğularmada? Burada bunu Aha. getiriyor, bunu da. Aha. Sadə şeydir, burada nə var ki? Bir dəqiqə. Burada x kvadrat Aha. çıxır. Sonra. Aha. Nə qaldı yerində? Burada bir yazı qaldı. 1, bəli, Bir 1 qaldı. Afərin. Aha, y yox, y. X. Hə. İstənəsin? Aha. Yox, bunu sayır. Yox, bunları bilirlər, vurğularma yaxşı. Plus y kvadratından çıxır y kvadrat. Aha. Qaldı 28. Siz Bəli. reklam eləyəcək. Yox, heç yerə atma onu. Olmaz. Olmaz. Bərabər. Görsün də bu millət. Hə. Görün. Dəş milyonlarla izləyəcək. Hə. 1 plus y, bu da x kvadratı plus. Ay sağ ol, afərin. Gördünüz? İndi uşaqlar, həqiqətən bax biz vurub açırıq, bunu alırıq ha. Hüseyin götürüb söndür onu. Hüseyin götürüb bunu buna vursa bunu alacaq. Aydın oldu? Hə. Burada ayrımada budur. Onu deyəcəm, sonra deyəcəm. İndi hələlik prosta bunları yoxlamaq üçün dedim. Yine bu izləri göstərsinlər də, biraz çəkməm istəyirlər. Hə. Hə. Şimdi televizora giysən, yesən. Ne hemen? Televizora. Xeyr, mən. Bodybuilder. Sadəcə proteinçi. Yaxşı. Oyunu bu qədər uşaqlar. Bir hədləri yazarsınız qabağa, çox hədləri. Standart şəkildə yetirərsiniz. Hələ çox getməyin qabağa. Nə qədər? Çıxartlardan 20 dənə, bir